Çox sağ olun, dəyərli Sahibə xanım, hörmətli həmkarlar. Təqdim olunan hesabat Azərbaycan Respublikası Hesablama Palatasının 2025-ci il üzrə fəaliyyətinin nəticələrini sistemli şəkildə əks etdirən mühüm institusional bir sənəddir. Öncə qeyd edim ki, hər il təkmilləşməkdə davam edən hesabatı dəstəkləyirəm. Hörmətli Vüqar müəllim Gülməmmədov və komandasına bundan sonra da işlərində, fəaliyyətlərində uğurlar arzulayıram. Bu sənəd dövlət maliyyə nəzarəti mexanizmlərinin effektivliyi, büdcə vəsaitlərinin idarə olunması səviyyəsi ilə yanaşı fiskal intizamın real vəziyyəti haqqında kompleks təsəvvür yaradır. Hesabatın məzmun təhlilinə baxdıqda görürük ki, audit fəaliyyətinin prioritetləri tədricən məqsəd yönümlü, nəticə yönümlü və risk əsaslı yanaşmaya doğru transformasiya olunur. Bu isə yalnız maliyyə pozuntularının aşkar edilməsi ilə məhdudlaşmır, eyni zamanda idarə etmə keyfiyyətinin artırılmasına xidmət edən bir model yaradır. Belə yanaşma, müasir ali audit institutlarının fəaliyyət prinsipləri ilə uzlaşmaqla dövlət maliyyə idarəçiliyində preventiv nəzarət mexanizmlərinin gücləndirilməsinə əsas meyar kimi önə çıxardır. Vüqar müəllimin özü də qeyd elədiyi kimi bir çox amma struktur problemlər də vardır ki, və hesab edir ki, hökumət tərəfindən də ortaya çıxan belə struktur problemlər diqqətdən kənarda qalmamalıdır. Ayrı-ayrı sahələrdə vəsaitlərin istifadəsində səmərəlilik meyarlarının tam təmin olunmaması, daxili nəzarət sistemlərinin yetkinlik səviyyəsinin qeyri-bərabərliyi, eyni zamanda audit tövsiyələrinin icra mexanizmlərində müşahidə olunan institusional boşluqlar mövcud idarəetmə modelinin daha da təkmilləşdirilməsini zəruri edir. Eyni zamanda rəqəmsal audit alətlərinin tətbiqi, böyük verilənlər bazasının analizi, inteqrasiya olunmuş informasiya sistemlərinin yaradılması kimi istiqamətlər fəaliyyətin növbəti mərhələsi üçün də strateji əhəmiyyət kəsb edir. Hesabatda bu xüsusi ayrıca bir bölmə kimi görsədib və bunu alqışlayırıq. Bu, yalnız nəzarət funksiyasının operativliyini artırmır, eyni zamanda qərar qəbul etmə proseslərinin elmi əsaslara söykənməsinə də şərait yaradır. Nəticədə təqdim olunan hesabat dövlət maliyyə nəzarəti sisteminin inkişaf dinamikasını əks etdirməklə qarşıda duran çağırışları da aydın şəkildə ortaya qoyur. Mövcud nəticələrin davamlı institusional islahatlarla möhkəmləndirilməsi, şəffaflıq və hesabatlıq prinsiplərinin daha da yüksək səviyyədə təmin olunması üçün əsas istiqamətləri müəyyən edir. Bir daha sənədi dəstəklədiyimi qeyd edərək uğurlar arzulayıram. Diqqətinizə görə təşəkkür edirəm.